Bəzi kəlamlar zamanın tozunu silib keçər, ruhun ən dərin qatlarına işıq salar. İmam Əli əleyhissalamın bu xütbəsi sadəcə bir nitq deyil, kainatın yaradılış sirrindən tutmuş, bəşəriyyətin ən böyük islahatçısının gəlişinə qədər uzanan möhtəşəm bir həqiqət mənzərəsidir. Varlığın əvvəli və sonu arasındakı o ecazkar tarazlığı kəşf etməyə hazırsansa, buyur. Həmd olsun Allaha ki, əvvəldir. Ondan əvvəl bir varlıq yoxdur və axırdır. Ondan sonra bir şey yoxdur, görünən və aşkardır. Ondan daha aşkar bir şey yoxdur və gizlin və məxfidir. Ondan daha görünməz olan bir şey də yoxdur. Əşyanın batinindən və onun cüziyyatından xəbərdardır. Heç nə ondan daha yaxın deyil. Bu xütbənin davamında Həzrəti Əli əleyhissalam Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmi vəsf edir. Onun qərar tutduğu məkan ən yaxşı məkan, yetişdiyi yer ən şərafətli yerdir. Kəramət və alicənablıq yataqlarında və sağlam qalcanacaqlarda boya başa çatmışdır. Yaxşı əməl sahiblərinin qəlbləri onun vurğunudur və gözlərin bəbəyi heyranlıqla ona dikilib. Allah Taala o həzrətin vasitəsilə çoxdankı kinləri məhv etdi və düşmənçilik atəşini söndürdü. İman qardaşları arasında ülfət və dostluq yaratdı. Özününkülər arasına ayrılıq saldı. O böyük insanın zuhuru ilə möminlərin zillətini izzətə çevirdi. Kafirləri isə bədbəxtliyə düçar etdi. Sözlərinin bəyanı və susmağının da dili var idi.